Səhərimizi yenə problemlə açdıq. Deməli, Lənkəranda Azad Mirzəyev küçəsində, Keçəlxananın düz yanında kimsə hansısa, nə deyimi, mədəni çıxsın, kişilikdən nəsibini almamış bir məxluqat bu Kia Sportage maşınımızı sürtüb, üstünə nömrə qoyub, nə adres qoyub, nə yazıb axtarıb, nə qapını döyüb, çıxıb gedib. Beləcə də, elə bil dədəsinə borcumuz varmış kimi maşını əməllicə sürtüb. İndi kameraları açdırırıq. Yaxşı ki, küçədə kamera var imiş. O kimdirsə, onu mən paylaşacağım. Özünü hörmət eləməyən kişiliyinə. Buna bax, düz buradan başlayır. Düz, baba gəlir ha, hələ gəlir. Qapıya kimi aparıb. Buna bax. Əməlli başlı qapını aparıb, plasmasa kimi aparıb. Gör, bir dənə üzrxahlıq üçün nə nömrə qoymayıb, pulun dəysin başı var. Adam ən azından qapını deyər ki, bilmədən oldu, imkanım yoxdur. Biz də insanıq da, insanlıq halıdır. Durub əməlli başlı sürtüb qaçmaq, bu harda kişiliyə yaraşır? Bunu eləyən özünə kişiyəm deyib gəzməsin küçədə, Quran and olsun. Heç nə demirəm, hələm kiməsə qarğış eləyən insan deyiləm. Amma sırf belə atıb qaçdığın üçün inşallah bunun əvəzi ailəndən çıxır.